Hamını yel çərşənbəsi ilə təbrik eləmək istəyirəm. Bu il bizə bərəkətli olsun, hamı üçün ruzulu olsun, onun içində mənim ailəm üçün də. Heç vaxt mən heç kəsin qapısına xonça aparmamışam. 3 oğlum var, bir qızım. Böyük oğlumun 30 yaşı var, balaca oğlumun 16, qızımın 18. İnşallah Allah yol açsın. Bu il Cavarşır üçün, Cavad üçün xonça aparım. İnşallah belə olsun. Xəmir üçün 600 qram unla 200 qramlıq stakanla 3 stakan. Yağ 150 qram. Belə əlimizlə ovuruq, umaç kimi alınır. Ayrı qabda 200 qram xamar, 1 yumurta, şəkər tozu və qabartma yaxşıca qarışdırırıq və onun üstünə tökürük. Və belə xəmir alınır. Qoyuruq yarım saat buzxanaya. Buzxanaya yox, soyuducuya. İndi içlik. Qoz ləpəsi, mən biraz fındıq da qatdım. 200-300 qram, 1 stakan şəkər tozu 200 qram. Bir qarışdırırıq və içinə da ağı qatırıq ki, dağılmasın. Sonra çıxartırıq soyuducudan xəmiri. Hərəni belə açırıq, bölürük. İçini doldurub balaca rulet formasında bükürük. Mütəkkəmiz hazırdır. Bizdə evdə bu çox pişir. Çünki balaca oğlum çox sevir. Siz də hazırlayın.